Təşəkkür edirəm. Əvvəla qeyd edək ki, Ermənistanın istər daxili, nə qədər qəribə də olsa, istər daxili, istər xarici siyasətində müstəqillik əldə etməsi üçün mütləqdir ki, Ermənistanın müxtəlif orbitlərdən çıxarılması lazımdır. Məsələn, Rusiyanın orbitindən, Avropa İttifaqının orbitindən. Siz, deməli, biraz öncə Avropa İttifaqı rəhbərliyinin Ermənistanın bu ittifaqdan hibrid təhlükələrə qarşı yardım tələbini bildirdiniz. Ümumi xarici müdaxilələr deyilir orada, yəni. Amma həmçinin hibrid təhlükəsi məsələsi ayrılmışdır. Bəli. Və Avropa İttifaqının ayırdığı, bu istiqamətdə ayırdığı vəsait 15 milyon dollardır. Nəzərə alsaq ki, Ermənistan, deməli, Rusiya ticarət dövriyyəsini, ticari münasibətləri nəzərə alsaq ki, bu 2024-cü ildə 12,4 milyard dollar idi və Avropa İttifaqının hələ ayıracağı 15 milyon dolları 12,4 milyard dollarla deməli müqayisə edəndə nə qədər fərqlər yaranır? Yəni, adında milyon olması ola bilsin ki, diqqət çəkəndir. Amma bu ticarət dövriyyəsində kifayət qədər simvolik bir rəqəmdir bu rəqəm. Yəni, Rusiyanın orbitindən çıxarılması üçün Rusiyanın təzyiqlərinə qarşı bu kifayət qədər az, ümumiyyətlə dediyim kimi, belə deyək də, simvolik bir rəqəmdir. Məsələn, Rusiya istədiyi zaman yalnız 5-ci kolonu vasitəsilə deyil, həm də iqtisadi sahədə, həm də hərbi sahədə kifayət qədər Ermənistana müdaxilə etmək imkanları var, təsir göstərmək imkanları var. Nədir bu təsirlər? Məsəl üçün, 2002-ci ildə 96 milyon dollar deməli borcu var idi Rusiya elektrik enerjisi ilə bağlı. Ermənistan özünün 5 müəssisəsini Rusiyaya verdi işlətməsi üçün. Bugün Ermənistanda 40-a qədər şirkət qazın alışı, satışı, təchizatı ilə məşğul olur ki, bu şirkətlərin əksəriyyəti Rusiya kapitalindən fəaliyyət göstərirlər. Ermənistanın dəmir yolu ilə bağlı məsələlərdə eyni formadadır ki, 30 illik bir müqavilə var. 30 illik müqavilənin tamamlanmasına az qalmış, 10 ildə artırılma ehtimalları var və bu da təxminən gedir çıxır. Deməli, 50-ci, 55-ci illərə gedir çıxır. Yəni, bütün bunları nəzərə aldığımız təqdirdə Ermənistanı Rusiyanın orbitindən çıxartmaq. Bax, o təhlükəsizlik məsələsi var, hibrid, deməli, təhlükəsizliklər məsələləri var, münasibət. Yəni, bütün bunlardan çıxartması absurd məsələlərdir. Məsələn, Amma həmçinin Avropa təzyiqlə göstərir, görürük Ermənistana ki, yəni çıxın oradan deyə. Çünki Kallasın belə bir açıqlaması oldu 2 gün öncəki. Artıq deyir, Ermənistanın Rusiyaya qarşı sanksiyalara qoşulmasının da vaxtıdır. Yəni bu öndə verilən bir açıqlamaydı. Amma danışıqlar ərzində başqa hansı məsələlərlə bağlı təzyiqlər göstərildiyi bir qədər də sual altında qalır, elə deyilmi? Avropanın heç nə vermədən hər şey tələb etmək kimi bir vərdişlər var. Amma indi siz sadaladınız, verdiyi dəstəklər də kifayət qədər 15 milyondur, axı bu 15 milyondur. Nəzərə alın ki, mən biraz öncə qeyd etdim ki, iqtisadiyyatının böyük bir hissəsi Rusiyadan asılı olan bir ölkəyə 15 milyon xilas kodeksi deyil. Amma Bakir bəy, bu indi ayrılan bir 15 milyondur. Martakos gəldi, ciddi bir rəqəm ayrıldı. Amerika Birləşmiş Ştatlarından 140 milyon bir pul ayrılması məsələsinin biz şahidi oldu. Yəni zaman-zaman ayrılan pullar var. Sadəcə olaraq bir 15 milyondan danışa bilmərik. Hələ unutmayaq ki, sərhəddə bir müşahidə missiyası da fəaliyyət göstərir. Bu xilas edə bilməyəcək Ermənistanı. Konkret olaraq desək. Nədir bu məsələlərdə? Ermənistan xilas olmaq istəyirmi? İşdə orasında. Ermənistanı mən dediyim kimi, əslində Paşinyan hökumətinin çabaları onu göstərir ki, Paşinyan Ermənistanı Rusiyanın orbitindən xilas etmək istəyir. Amma bu əslində səmimi görüntülər deyil. Nədən səmimi görüntülər deyil? Məsələn, Paşinyanın hakimiyyətə gəlməsi bir yana, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ermənistanın xarici ticarət dövriyyəsi təxminən 5 dəfə artdı Rusiya ilə. Eyni 5 artım qlobal ticarət dövriyyəsində də baş verdi. Nəzərə alın ki,
7,2 milyard dollardan təxminən 30 milyardın üstündə bir rəqəmlə müşahidə olundu. Bütün bunların hər biri dediyim kimi məhz Rusiya ilə ticarət dövriyyəsində özünü göstərən bir Rusiya-Ukrayna amillərdir. münaqişəsi zamanına təsadüf edir ki, sanksiyalardan yayılmaq üçün Ermənistandan istifadə edilir. Məsələn, nədən bu il, tutaq ki, ilin sonuna qədər ötən il 12,4 milyarda rəğmən bu il təxminən 8 milyardla bitirmək istəyirlər. Amma bu 8 milyard deyil. Nədir bu məsələlərdə? Bilirsiniz ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan həm də həmin ittifaqın üzvü olan ölkələrlə də ticarət münasibətlərindədir. Məsələn, nə qədər dost-qardaş münasibətlərimiz olsa da etiraf etməliyik ki, həmin 12,4 milyardın ki, 8 milyarda düşməsi məsələsi əslində sizin də qeyd etdiyiniz kimi Avropanın təzyiqləri nəticəsində Ermənistan sadəcə iqtisadi bleflə məşğul oldu. Nədir bu bleflər? Ermənistan artıq birbaşa xaricdən ithal etdiyi ki, o məhsullar ki, Rusiya lazımdır, onu birbaşa Rusiyaya öz ərazisindən ötürmədi. Onu ötürür Qazaxıstana və Qırğızıstana. Nə qədər qəribə səslənsə də bu artıq aylardır, bəlkə də illərdir ki, bu cür formada da davam edir. Qazaxıstan və Qırğızıstan üzərindən həmin məhsullar Rusiyaya ötürülür və həmin o ticarət yenə də öz qaydasında qalır. Yəni, Avropanın təzyiqi marşrutu dəyişdi sadəcə. Əlbəttə ki, marşrut dəyişir. Yəni, Avropanın tətbiq etdiyi 19 sanksiya paketi var ki, o sanksiya paketinin dəlinməsində bilavasitə iştirak edən dövlət, o dövlət deməli, necə sanksiyalara qoşula bilər? Bu mümkün olan variantlardır. Məsəl üçün, Avropanı mən biraz öncə niyə qeyd etdim ki, heç nə vermədən, daha doğrusu az verib çox tələb etmə məsələsi. Məsəl üçün, Gürcüstan kimi bir nümunələr var. Gürcüstan Sovet İttifaqı dağılandan sonra demək olar ki, Avropa ilə çox ciddi iqtisadi, siyasi, diplomatik münasibətlər qurmuşdur. Hətta 800 min Gürcüstanlı deməli Avropada işləyirdi, yaşayırdı, vizasız rejim var idi. Nəzərə almaq lazımdır ki, Avropa deməli bazarlarında Gürcüstan sıfır kömrük tarifi ilə ticarət aparırdı. Amma nə baş verdi? Absurd iki qanunla bağlı ortaya mövqeyi qoydu. Əslində bu o deyildi. Çünki Gürcüstan siyasi hakimiyyəti etiraf etdi ki, əslində bizə müharibəyə qoşulmaq tələbi qoyulmuşdu ki, 10 gün davam gətirin, biz sizi silahla, maddiyyətlə təmin edəcək, 10 gündən sonra partisan hərəkatına keçin və s. və axır məsələlər artıq bununla bağlı. Pərdə arxasındakı oyunları açığa çıxartdı. Əlbəttə. Deməli, məsələ ondadır ki, bugün bu mövqeydə Ermənistanın həmin orbitdən çıxması məsələsi mümkün deyil. Mən bunun iqtisadi tərəflərini sizə göstərdim. Bu, məsəl üçün, Ermənistan qazının müharibədən qabaq 85%-ni deməli Rusiyadan ithal edirdi. Müharibə başlayandan sonra bu 87,7% oldu. Deməli, 10 illərdir ki, Gürcüstan Ermənistan sərhəddinə qədər deməli gətirir. 165 dollara dünyada qazın qiymətləri bilirsiniz ki, ən yüksək həddə qədər də qalxdı da, indi də müxtəlif dəyişilmələr də baş verdi. Amma nə baş verdi? O 165 dollar Ermənistana satılan qazın rəqəmi dəyişilmədi. Məsələn, demək 12,1% İrandan demək ithal edir. İrandan hər kubmetrə deməli, ithal etdiyi qaza 3 kilovat-saat elektrik enerjisi verir. Yəni, barter edir. Nədən çıxa bilməz Rusiya orbitindən Ermənistan? Bax, həmin bu məsələlərdə deməli, Gazprom Ermənistan adlı bir şirkəti var. Bu şirkət deməli, Taşir Şirkətlər qrupunun nəzarətində olan şirkətdir. Bu Taşir bilirsiniz ki, Paşinyanın ən böyük, mən deyərdim, rəqibi yox, düşməni olan Karapetyanın hal-hazırda deməli, həbsdə olan Karapetyanın deməli, bilavasitə sahiblik etdiyi şirkətdir. Bu şirkət bununla kifayətlənmir. Bu şirkət həm də demək, Ermənistanda qaz alışı satışından başqa həm də elektrik alışı satışı istehsalı ilə məşğul olan bir şirkətdir. Mən biraz öncə qeyd etdim. Ermənistanla qaz alışı satışında bir barter məsələsi var ki, elektrik enerjisi verir qazla bağlı məsələlərdə. Əgər Taşir şirkəti ortaya mövqe qoyarsa, həmin o barter hansı üsullarla həyata keçiriləcəkdir? Nəzərə alın ki, az rəqəm də deyil, 12,1%-dir İrandan alınan məsələ.